Demek bu spesimizin çubuq plitəsinin oda boyası vuruldu. Qapısına da həmçinin küllük sirtməsinin formada boyası vuruldu. Hər bir şey artıq hazırdır. Bu isə Rus spesinin zaslonqasıdır. Yəni hava girişini tənzimləməkdən ötürüdür. Asıqdan da bağlamaqdan ötürü. Bunda iş prinsipinə ibarətdir ki, sola çevirib özümüzə tərəf çəkəndə artıq kilit rejiminə düşür, yəni bağlanmır. İrəli basanda avtomatik özü bağlanır. Bax bu formada işləyir. Biraz çox rahat praktikdir. Kalasnik haqqında bir şey danışmaq istəyirəm. Deməli, bəzi yerlərdə görürəm, yəni kalasniklər bu formada qoyulur. Əslində bu belə qoyulmağı düzgün deyil, çünki bu konus şəklindədir. Yəni bu formada qoyulanda bu hissəsi dar, bu hissəsi genişdir. Yəni ocaq yanan vaxtı kül buradan töküləndə artıq burada preslənmə yaranmır, yəni tutulmur. Tökülən buradan kül avtomatik olaraq birbaşa tökülür küllük sirtməsinə və yaxud aşağı küllük yerinə. Buradan da yəni rahatlıqla külü çıxartmaq olur. Bizim yığdığımız konus spesində bax bu mərkəzdən, yəni kalasnikdən bizim çubuq plitəmizə qədər olan məsafə 35 sm-dir. Bunu da nəyə görə belə etmişik? Yəni biraz dərin eləyib iş sallamağa, təmiz kimi istifadə etmək üçün edə bilərdik. Ancaq o formalı olanda yanan ocaq qazanın altına çatmamış, məsafə hündür olduğuna görə birbaşa bacağın keçib gedir. Ancaq bu standart ölçüdür. Bu ölçüdə olanda yanan ocaq birbaşa gəlir, qazanın altına dəyir, sonra çevrilir, qazanın keçib gedir.